Fəaliyyətimizin əvvəlində sahibkarları və şirkət rəhbərlərini, dövlət qurumlarının rəhbərlərindən görüşdürəndə tədbir zamanı sahibkarlar daha çox onları şəxsən maraqlandıran, narahat edən təkliflərə, suallara, mövzulara toxunurdular. İllər keçdi və biz bunun şahidi olduq ki, bugünkü sahibkar əsasən tək öz şirkətinin yox, çalışdığı sektorun və ümumiyyətlə Azərbaycan iqtisadiyyatında gedən prosesləri müzakirə edir. Qonşu ölkələrin təcrübələrini və digər ölkələrin təcrübələrini tətbiqində maraqlıdır. Maraqlı təcrübələrlə bölüşürlər və daha geniş formatda dövlət qurumlarının rəhbərləri ilə müzakirə edirlər və bu format həm dövlət qurumlarının səmimi olmağının, həm də sahibkarların daha geniş düşündüklərini göstərərək bu müzakirələri çox pozitiv və əlbəttə ki, səmərəli olduğunu göstərir. Siz də bizə qoşulun, bizimlə birlikdə Energy for Business deyin.